Mən komanda verdim, sızıb, sağdan soldan manevr eləyib, qalxma imkanınız varsa qalxın. Bir 20-25 dəqiqə müddətində orada açıq döyüş getdi və onların Laçın yolunun kənarında, asfalt yolunun kənarında əvvəlcədən hazırladıkları mövqelər var idi. Bütün yol boyu, Laçından Şuşaya qədər. İstər-istəməz, yəni özümdən asılı olmayaraq qrup komandirlərinə şəxsiyyətlərini, yəni gətirmələrinin komanda verib özüm getdim. Yəni artıq o iş görülməli idi. Sürətli şəkildə Laçın yolu istiqamətində qalxdıq. Laçın yoluna çatmamışdan təqribən bir 50 metr olardı. Atışlar gəldi üstümüzə, düşmən yuxarıdadır, bizdən üstündür. Onlar üçün daha rahatdır. Biz yorulmuş bir 600 metrə yaxın yüksəklik qalxmışıq bura qədər.